Üç bucağın təpə bucağı 126 dərəcədir. İlk öncə üç bucağımızı çəkək və təpə bucağını 126 dərəcə qoyaq. Deyir, bu üç bucağın oturacağındakı daxili bucaq ilə oturacağındakı daxili bucaq buradır. Baxın, bura. Və ona qonşu olmayan xarici bucaq. Bu bucağa qonşu olan xarici bucaq buradır. Qonşu olmayan xarici bucaq buradır. Olmayan. Yəni buranı. Bucaq ilə xarici bucağın tənböləni arasında qalan bucağı tap deyir. İndi baxın, bunun tənböləni, yəni daxili bucağın tənböləni budur. Belə çəkirəm. Və xarici bucağın tənböləni isə budur. Bunları birləşdirsək. Burada bir bucaq əmələ gəlir. Bu alfa bucağı. Baxın, bizdən buranı istəyir. Yəni daxili bucağın tənböləni ilə xarici bucağın tənböləni arasında qalan bucağı. Bu tənböləndir və bu da tənböləndir. Bu bucağı istəyir. Bunda isə bu alfa bucağı, alfa bərabərdir. Bu ümumi üç bucağın təpə bucağın yarısına bərabərdir. Yəni 126 bölünsün 2-yə. Bərabərdir 63 dərəcə. Cavab 63 olacaq.